Uşağın digər bir ehtiyacı da, əsas ehtiyacı çöldə oynamaqdır. Ümumiyyətlə biz baxırıq bağçalara və müqayisə edirik Çin bağçaları ilə, müxtəlif Avropa ölkələrinin bağçaları ilə, görürük ki, xoşumuza gəlir. Görürük ki, uşaqlar çöldə oynayırlar, su daşıyırlar, palçıqda, qumda oynayırlar. Bəs biz niyə bunu bacarmırıq? Çünki valideynlər uşaqlardan əl çəkmək istəmirlər. Məsələn, valideyn gəlir bağçaya bildirir ki, təbii ki, istisnalar var. Uşaqlarının çöldə bayırda oynamasını istəyən valideynlər da kifayət qədərdir. Amma əksəriyyəti gəlirlər, bildirirlər ki, bağçada uşağımın paltarı batmasın, səliqəli qalsın, çölə çıxmasın, xəstələnərək. Çünki biz evin içərisində də uşağı papaqla gəzdirənik, mühitə uyğunlaşdırmırıq. Buna görə də payız ayları gələn kimi bütün uşaqlar xəstədirlər, bütün uşaqlar müxtəlif viruslara yoluxurlar, çünki təbiətlə təmasda deyillər. Çölə çıxarılanda belə onların oyununu, hərəkətini məhdudlaşdırırıq. Yıxılar, bir şey olar. Valideynlər bilməlidirlər ki, uşağın inkişafı təbiətlə təmasda olmalıdır. Uşaq palçıqda oynamalıdır, uşaq torpaqda oynamalıdır, uşaq suda oynamalıdır. Necə ki, yayda dəniz kənarında bütün uşaqlar qum və su ilə oynayırlar, bu uşağın zehni üçün çox-çox faydalıdır. Çünki toxunduğu zaman uşaq, yəni sensor tərbiyə deyirik, toxunduğu zaman uşağın zehni də sakitləşir, uşağın beyni də sakitləşir və toxunduqlarını kəşf elədiyi zaman nitqinə də bu təsir etməyə başlayır. Oynayırlar, danışmağa başlayırlar.